Müğənni oturub bu günlərdə bir neçə günün söhbətidir. Belə namusla, qeyrətlə öz ailəsindən danışır, uşaqlarından danışır. Həyat yoldaşının ona xəyanət etməsindən danışır da. Müğənni o qədər yaxından tanıyıram ki, belə bir qaqqanaq çəkdimi, belə ürəkdə ha 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 ha. Özü, hansı ki uşaq doğduğu kişi yoxdur, onun sürücüsünə belə cici bacı, dəhşət cici bacı idilər. Heç o uşaqlar bilinmir, o uşaqların atası doğrudan da o kişidir, ya o sürücüdür. İnanın ki, mən bir məclisdə belə kənardan müşahidə elədim ki, bu qadın müğənni əlini apardı qoydu sürücünün əlinin üstünə. Sürücünü düz yanında otuzdurmuşdu ki, mənim həm qorucumdur, həm mühafizəçimdir. Belə məndəki, belə məndə də arada bir bicliklər olur da. Belə gözümün ucundan baxıram bunlara ki, bax ərimdir, bu da mənim sürücümdür. Görürəm ki, sürücüyə əlini sürüşdürə, gətirdi harasına qoydu. Bu da əlini sürücünün əlinin üstündə, siz də məni bağışlayın. Mən də yaman arada bicliklərim olur, belə baxıram. Çünki bunlar o qədər özlərini saf təqdim edir ki, bunları ancaq gərək müşahidə eləsən, kənardan göz qoyasan ki, sonra bir şey olanda bunlara sübut edə biləsən də. Təsəvvürə gətirin ki, sürücünün əli sürüşürdü, bildiniz də harda gəldi, dayandı. O müğənninin də əli onun əlinin üstündə. Demək olar ki, sürücünün qılçasının üstündədir. Daha sürüşdü, hara getdi? Hələ bizə danışanda da deyir, ay yoldaşım zəng vurur, yoldaşım məni gözləyir, ay yoldaşım qısqancdır, ay yoldaşım nə bilim nədir. İnanın ki, o uşaqlar ərindən çox sürücüyə oxşuyur.